Opera ifaçısı Taleh Yahyayev sənətdə savadsız və təsadüfi insanların atmasından narazılıq edib. Showmedia.az xəbər verir ki, sənətçi mahnı oxuya bilməyib efirə çıxanları musiqi adına ləkə adlandırıb. O bildirib ki, sənət barədə sözün düzünü demək onun borcudur və bu qalmaqal kimi qəbul edilməli deyil. Mən bu məktəbin davamçısıyam. Bu sənəti öyrədən böyük müəllimlərdən bizə keçən ənənə var. Efirdə oxuya bilmirsə, mən ona tərif yağdıra bilərəm. Mən həmin şəxsləri musiqi adına ləkə adlandırıram. Həmişə mənə haqsızlıqlar olub. Hazırda da bu davam edir. Mənim bu sənətdə çox böyük bir əziyyətim var. Amma bugün baxırsan ki, musiqi savadı olmayan, musiqi duyğusu olmayan, hətta istedadı belə olmayan insanlar musiqidən danışır. Mədəniyyəti olmayan insanlar səhnəyə çıxıb güya mədəniyyət nümayiş etdirirlər. Əsas odur ki, gənc nəsil savadlı yetişsin və əsl musiqiçilərdən bəhrələnə bilsinlər.